Qaymaq verilişi yenidən efirdədir. Efirdə deyəndə ki, YouTube-dadır. Bəli, əziz tamaşaçılar, biz yenidən qayıtdıq. Çox sizi gözlətmədə saxlamaq istəmirəm. Ona görə də bizim daimi qonağımız Cəmil Əhmədov bizimlədir. Buyurun Cəmil. Çox üzr istəyirəm. Bir balaca azadlıq sır. Remi, bilirsən ki, sənin burada xidmətçi işləməyinin tək səbəbi istiyotlu bifsteki yaxşı hazırlamağındır. Siz deyən olsun, sir. Siz daha yaxşı bilərsiniz. Və beləliklə 60-cı fəslin sonu. Dan Brown'un Da Vinci'nin şifrəsi. Da Vinci'nin şifrəsi demişkən, siz keçən dəfə şifrəni 1-dən 8-ə qədər demişdiniz ikinci verilişdə. Amma sonra demədiniz onu. Dediniz ki, ola bilər dəyişir. Dəyişiklik var? Dəyişiklik yoxdur. Arası elə 1-dən 8-ə mən görürəm. Hə, yaxşı. Və növbəti kitab tövsiyəmiz. Buyurun. Stefan Zweig Fantastik Gecə kitabıdır, romanıdır. Daha doğrusu balaca bir romandır. Oxuya bilərsiniz, maraqlıdır. Oxuyun dincəl. Həmçinin də Agatha Christie'nin ən böyük arzusu olan Nildə ölüm. Şaş Nildə ölüm adlı kitabı da. Bəli, bu kitab tövsiyələrimiz də buradadır. Və bəli, bu gülüş səslərindən də eşitdiyiniz kimi bugün bizim yenidən qonağımız var. Böyük ustad, sənətkar, mənim sevdiyim müğənni və onun fanatıyam mən. Elə fanatı olduğuma görə də çağırmışam. Həmçinin mən də. Mən də ortaq yenə tapdıq ha. Yenə ortaq tapdıq. Bəli. Cəmil Məmmədli qonağımızdır. Alışlayacağım. Çox sağ olun. Saban oğlansan, gör burada nə yazır. Orada yazıb. Orada sözlər yazır. Cəmil, xoş gəlmişsən. Çox sağ olun, çox sağ olun. Siyaraya görə də çox sağ olun. Siyaraya göstər. Siyarayı, bəli. Buradan Klubnika şirkətinə təşəkkürümüzü bildiririk. Bunu göndərib bizə. Bunu demək istəyirəm ki, bizə Sənan Güləhmədzadə, bizim səs rejissorumuz. Sağ olsun Sənan. Hədiyyə edib. Böyük şirkətlər utanın ki, siz bura sponsorluq eləmədiniz. Bu siyarayın üstünə indi biz teksun yağı da tökə bilərdik. Tökə bilərdik, nə bilim. Filan sivitanları tökə bilərdik. Bəli. Bəsməkən çaylarla içə bilərdik. Biz bunu bezlərinin üstündə gətirdik. Hətta bir kanister benzini qoyanlar. Məsəl üçün olmadı, utansınlar. Olmadı. Bəli. Sən əsasın bəlkə bunu aşağı qoyacağam. Yox, Yox, qoy mən ayağa qoy. Sən Sənin səsi bək gəlir. Sən əsasın bəlkə gəlir. Mən bunu aşağı qoyacağam. Təşəkkür edirik. Səraydan bir dənə yeyərəm. Buyur. Rahat ha, yəni rahat. Yeyib içmək rahatdır. Gözü qalıb orada da. Sən Məmmədli. Bəli. Rıza Ləməzadə, buyurun. Amma bir ad familiya ilə danışın. Səraydan alça səsi gəldi. Eşitdin? Səsi gələndə olur. Burada kəsəcəm çünki reklam olmur. Digər dostlarımıza heç olmazsa səslənirəm. Gələn dəfə siz meyvə göndərin. Heç olmazsa sponsorumuz yoxdur, meyvə göndərin. Bunu meyvə yeyir. Ora televizyon üstündə niyə qoyursan sən? Ay boş. Gözlərini çürüksün. Hə, bu arada onu deyim ki, Televizora biz baxmırıq. televizor deməli izləyicilərimiz üçündür. Qonaq nə istəsə biz televizorda qoyuruq, onlar baxırlar. Ay can. Buyurun, nə istəyirsiniz deyin, qoyaq ora. Bunun paqacı. Nu paqadı getdi. Biz maraqsız olsaq, hər dəfə deyirəm, biz maraqsız olsaq ora baxırıq. Fəqət yaxınlaşdılar, baxırlar. Və Cəmil Məmmədli. Bəli. Mənim qabağıma, yi at mənim qabağıma, maddə elə bilsin ki, bu yedi. Verilişimizin formatını qısaca deyəcəm ki, mən xəbər oxuyuram, siz isə fikirlərinizi bildirirsiniz bu xəbər haqqında. Bəli. Seçmişəm maraqlı, mənə maraqlı gələn xəbərlər, bilmirəm sizə və tamaşaçılara maraqlı olacaqmı? Kim də danışan? Alo. Buyurun. Deməli, belə bir maraqlı xəbərim var ki, Amerikadan və belə uzaq. Amerikada bu arada siz olmusunuz. Ay, bəsdirin bu söhbətə. Doğrudan, mən maraqlı. Hansı verilişə gedirəm? Amerika, nədərdir Amerika? Doğrudan nətərdir Amerika? Gözəldir, canınıza dua edirik. Əgər həyatı ikinci dəfə gəlsəydiniz, yenə də müğənni olardınızmı? Mən elə ikinci dəfədir gəlmişəm də. Nə danışırsınız? Bəli. Birinci həyatda mən Ekvadorun baş naziri idim. Ekvadorya Gvineya. Gvineya. Papua Nova Gvineya. Hə, buyur. Papua dilən gəlsin. Hoşum. Baxın, indi bu Amerikada deməli Katy Perry. Operator soyunur. Operator, əziz tamaşaçılar, burasını siz görmüşsünüz. Biz burada nələr baş verir, nələr. Biz də onu çəkək.
Can sağ olsun. Verişdə rahat qoya bilərik. Verişdə nəsə. Bu arada Açdı hamısı üstümüzədir. bu verişdə nəsə eləyə bilərik. Doğrudan? Bəli. İstəyirsiniz durun ki. Durdu çıxıyır. Verir tərk edir. Deməli Katy Perry, Aha. müğənni Katy Perry. Bu qardaş kimdir? Bu indi reklam dolmayıb studiyaya. O birisi tərəfdə çəkiliş var idi. Oradan gətirib qoyub. Mənim arxam boş qalır deyə gətirdi, sağ olsun. Sağ olsun. Sağ olun. Akşin Mən müəllim, çox sağ arxana olun. heç vaxt Bu arada boş deyil, operatörümüz mənim qardaş. Akşinə təşəkkür edirəm. Belə deyib təlaşma. Yavaş qardaş. O kamera götürür onu. Nəysə, Katy Perry, Cəmil. Aha. Deməli, yığışıb dost-tanışın yığıb padurqalarının yanına. Kimi tapdın sən? Kimi tapdın sən? Deyib ki, neyniyək, bekarçılıqdır. Bu boyda çəyir. Yığıb Jeff Bezos'a. Bozu silah. Bezos. Jeff Bezos. Görmədin çəkirəm, mən də çəkirəm. Temudan zakaz olmuş. Jeff Bezos. Bu indi nədir bu? Milyoncudur. Mini milyoncudur. Minçi. Bezos'a. Öyle değil mi? Bu yeni açtı. Bak sponsorlarımız olmadığını görüp bunun bir sitaya kalıp Qardaş, verilişdə ruh varsa mənə xəbər eləyəm. 4 veriş deyirəm ki, baxın. Buxun. Buxun var ha, buxun. Burada o hərfi deyəsən gözəl işləyir. Katy Perry qardaş. Ha. Nəsə maraqlıdır götürür. Yox, mən baxırdım onu başqa nəyə qoymaq olar, hə? Hə, yox, eyb yox. Bizə maraqlı. Orada daha hündür ev var. Dəymə, o başqa adamın evidir. O adı O mamır evi, o deyə bilmirik. o dəymir. Yox. Kvadratı 4 qəpik. Hə, buyurun. Katy Perry yığıb padurqaların yanına, deyib yığıb oradan da zəng edib Jeff Bezos'a. Deyib ki, biz əylənmək istəyirik, neyniyək. Bu da deyib ki, gəlin mən sizi göndərim kosmosa. Ay can, ay can. 1 milyard dollar pul veriblər deməli. Jeff Bezos'un bu Origin adlı bir raket düzəldib, bunları göndərib kosmosa. Amma necə? 10 dəqiqə cəmi orada olurlar. Qalxır, atmosferə çıxırlar, 10 dəqiqə havasızlıq şəraitində olurlar. Sonra isə Havalar çatmır düşürlər. havalar çatmır, düşürlər Nə bax, havon çatmadı mənim balam. Dünən mən sizi salım açar. Əlimizdə 4 1 milyard qalxmaq, 1 milyard düşməyə. Xəz deyil, nə? Deməyib də təsəvvürlə. Qalxırlar, 1 milyard verib qalxırlar. Deyir ki, Jeff Bezos. Bəs bizi düşür, o da 1 milyard sizə deməmiş. Bezosdur. Bezos. Bəs mən sizə deməmişdim, düşmək də 1 milyarddır. Mənim pulum yoxdur axı. Onda baxın, borc xərc. Zəng vurublar, bəs dost tanış. Zəng vurub veriblər. Bəli. Elə də olub. Görəsən Jeff Bezos, nə şükərli bir insan. Görəsən Jeff Bezos. Ağzı saçırdı. O boyda milyardersən, normal ad zecdəz və... Görəsən Jeff Bezos, buradan götürərsən. Görəsən Jeff Bezos. Heç fikirləşir ki, bala, mən bu xara aparacağım, mən bu pulu. Verim elə kasıb küsü var. Yox, Cəmil. O heç vaxt onu deməyib. Desəydi, o Katy Perry'ni biz kosmosa göndərməz. Deyərdi ki, mən niyə versən? Apar 1 milyardı verir cəmaata. Alo, kimdir o? Katy Perry, o şimdi gedib ora. Bu hərəkəti sosial şəbəkələrdə çox qınanılıb ki, bu nədir? Özünüzü lağa qoyublar ki, 1 milyard verim, gedim ora 10 dəqiqə, düşdüm aşağı, 10 dəqiqə 1 milyard xərcləyiblər bu adamlar. Bunlar da indi orada deyiblər ki, adın qoyublar ki, 1 milyard dollar yaxşı memlərə sərf olunub. Belə bir statiya paylaşıblar. Nə düşünürsünüz bu haqda ki, Katy Perry düz eləyibmi, 1 milyard verib, gedib kosmosa gəlib? Mən buradan da deyirəm, getdik. Şayə deyil də bu, həqiqi. Bəli. 1 milyard dollar verib gedib kosmosa. Sənin başın xarabdır. Sən lazımsız adamsan, sən xalqa, millətə bir şöbə xeyri dəymən adamsan. O qədər sizin o Amerikada azınlar olanlar, sənə mən xarab elədim. Ben verişi geri kalanını da açmaq istəmirəm. Görürsən ki, o qədər orada... Bəli, belə bir xəbər var idi. Yəni Sən 1 bizim milyardı... ortamızda oturardın. Hə, bax, ayda, düz deyirsiniz. Amma bir dənə verilişin axırında eləyərik. Allah valla mən pis elədi, yox. Olar da mən. Təşəkkür ederim. Yeməyi çox. Siz ikiniz də Əhmədzadə Əhmədov eyni şeydir əslində. Bəli.
Mən də onda mən də soy arzu tutum. Mən də arzu tutum da. Soy arada bitməsin. Canım, omuz canına. Kim var ki? Sonra takla. Çiyələrdən götürməyə gəlmişsiniz. Çörədən götür. Tamam, bunu ye Baxın bakalım. bu daha yaxşıdır mikrofon. Hə. Ha, Ha. nə deyirdin? Belə. Belə. Daha bir növbəti xəbərim var. O da Aha. Amerikadandır. Aha. Houston. Lap elə. Onu düz dedim. Houston. 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 Bir dənə də zəhmət olmasa. Houston. 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 Houston polisi siçanlarla mübarizəyə başlayıb. Amma hansı siçanlar? Siçanlarla da Siçanlarla. Hə. Siçanlarla nə edir? Siçanlarla mübarizə başlayıb. Amma hansı siçanlarla? Mən biləməzəm siçanlarla. İyi olanlarla. Hə. Bəli, narkoman siçanlarla. Deməli nə baş verib? Hakkımız siçan olur. Hə, indi nə baş verib? Ay bir şey, mənə dəymə, mən olsun. Deməli, bu polis idarəsində narkotiklərin saxlanıldığı bir yer olub. İnsanlar basıb oranı. Bunlar bu narkotikləri dağıdıblar. Olublar narkoman. İndi bunlar qarşısına ala bilmirlər. Qardaş, bu gedir o birisini çağırır. O gedir bu birisini çağırır. Bəlkə də eynisi təzədən qayıdır. O ola da bilər. Dozası çatır. Hə, Hansı idi? Aludə Yəni, olmuş. Bir dənə film var idi. Mickey Mouse. Yox, onu da. Ratatouille deyirsən. Ay yox, şey var idi. İt. Narkom polis iti idi. Rex. Yox, Muti. Beethoven. Ay da der. Beethoven- Yox, Netflixdən Muti nə? gedirdi. Mənim sənə tayf sözüm yox. Bütün itləri saydırdım. Hansı film idi o? Adı neydi onun? Bir dənə it idi, şeydi, polis itidir. Amma o qədər Bu şirinlərin papağıdır. O qədər narkotik inliyib narkoman olub. O it. Hə, o. Oradan Zor. yazıq. Hə, indi bax polislər başlayıblar deməli Houstonda deməli siçanlarla mübarizə gedir ki, bu dəqiqə çünki hamısı ora axışırlar. İndi oradan narkotikləri götürüblər, amma bu dəqiqə siçanlar onu bilmir axı. Başlayırlar ki, ha yoxdur, tutardı. Nə olar əmi? Əmi, nə olar əmi? Mənə biraz ondan ver. Qalıblar verəcək. Əmi, nə olar, əmi? Nə olar, nə olar? Hə, mübarizə başlayıb. Bax buna bir fikriniz nə ola bilər? Mən buradan üzümü tuturam Mickey Mouse-a. Qardaş, Sən de, mən də Tom Jerry'yə deyəcəm. siz canlarınıza sahib çıxın. Heç olmasa başçıları o da Mickey Mouse. Bəli. Onların başçıları, Baş Amerikansız. mən onu deyirəm. Bunların başçıları Usta Splinter'dir. Hə, bəli, bəli. Bu Nabrana getdiyimiz. Usta Splinter bizim evin su bağışını o işləyir. Usta Splinter bu onların başçısıdır. Mən onu kanalizasiyada işləyir. O 4 dənə yox, Kanalizasiya idarəsində işləmirdi. su meliorasiya idarəsində işləyir. Sümülerasiya. Şeydir, nədir onun adı? Usta Splinter. 4 dənə qurbağanı götürüb, nə idi onun adı? Tısbağa. 4 dənə tısbağanı götürüb, bir də o narkoman. Qurbağanı özdə. 4 dənə qurbağa götür birinci. Görüm dava eləyə bilmirlər. Aparıb gölə atıb Gör qoncu bu arada atdan olur ha. Tısbağa deyir. Toxatlanıb düşürsüz. Mən sizi qoyacam gölə, gedim tısbağa götürəcəm. Tısbağı yetim belə. Ha. Ancaq səhər idman eləyə bilir. Hə, oradan görüb. Deyib, bunlar nə yaxşı idmandan eləyib. Hə, dadam vay. Nəysə qardaş. Hə, bu. Ha, yemə də, az ye də bunu da. Nəfsim çəkir, nəfs pis şeydir. Deməli, canım mənim. Bəli, kim idi danışan? İngilis ordusunda aləm dəyib bir-birinə. Vay. Bəli, nə baş verib? Nə baş verir? Deməli, orada onbaşı, türklər onbaşı deyirlər. Bu türklərdə görmüşəm vardı bu xəbəri. İndi onbaşı türklərdə ingilislərdə nədir bilmirəm. Olsun gizir. Tənbaşı. Onbaşı. Tenet. Tenet. Tənət. Tenet. Head of 10. Deməli, İngiltərə Müdafiə Nazirliyindən 1 milyon sterling oğurlayıb. Ay maşallah. Hə, 10 başı 1 milyon hə, sterling. 1 milyon sterling oğurlayıb. Amma nəyə xərcləyib? Deməli, onun tən yarısını... 10 dənə başa. Elə bir başa xərcləyib, zarafatsız. Bunu harda tutublar? Gəlib İstanbulda saç əkdirəndə tutublar bunu. Doğrudan Doğrudan 1 milyon saç Ya 1 əşləyir. milyon saç əkdirmir də, təbii ki. İndi onun O bir başıymış ya, 10 başı. Gəlib İstanbulda saç əkdirməyə gələndə tutublar bunu. Gel o narkoman insanlara xilas elə. Bir nəfər o narkoman 1 insanlara. milyon sterling nə deməkdir o? Çoxdur. 1 milyon sterling, 1 milyon 980 Yəni min vuran nə manat. qədər edir? 1.98 sterling. Mən nə bilim.
Mən də bilmirəm ki, ağzıma gələn dedim. Nasıl O dedim, ev o. baxmıraq. Yox, funt sterling. Baxılır 10 milyon. 10 milyon baxılır. İngilislər yazır ki, Get verdə sən yer Dirəşib tapılır ki, ki. mən sən 1 mənə milyard nə verməmişəm ora. Qardaş, bax burada yazıram. 1 milyon. Aha. 1 milyon. 1 milyon funt sterling eləyir. Vay dadım, vay Azərbaycan manatı ilə deyirəm. 2 milyon 246 min 300 manat. Arada pul yemək istəyirdin sən. Bu aşağı kursdan dəyişirdi mənə, bunu dəyişir. Onun 300 manatı mənə ver. Mənə bəsdir. Onun Türk inanırsan lirası bir olsun, qəpiyi mənə Başım çatmır. gözəlləndi, Başım bu nədir bilmirəm. İnandırım səni onun bir qəpiyi mənə çatmır. O dedi 1 milyonu gələ, bunu dəyiş Bakıda gətir. Get Çox məndə önemli bir şey. başımı 1 milyon. şişdirməyə. GTP-li. Hə, KTP. Mənim başım düzəldi. Belə bir adam olub, Cənubsan seçdirəndə onu tutublar. İndi Cəmil Əhməd. Bəli. Əhmədov. Əhməd deyir, o meyxanaçı oldu 2 dəqiqə. Rəhmətli. Saç Amma əkdirməyə şişdirirsən Türk başı. Türkiyəyə getmə, tutarlar. Mən saç əkdirmə, mənim ümumiyyətlə saç kompleksim yoxdur. Doğrudan. Bəli. Pis olur. Çox elə. Bir dəfə verişdə. Başı belə Bir yarım. dəfə, Mənim heç bir kompleksim yoxdur. Hə. bir dəfə verişdə deyirəm bunu. Əməliyyat olub, ona fikir verin. Hə. Allah zarafatçılığı mən pis elədik. Nəyi? Verişə biz həkim çağıra bilirik. Həkim baxırsa, gəlsin. Həkim qonaq çağıra bilirik biz. Bu mənim başımda düşür. Veriş efirə gedəndə həkim üçün kömək eləyə bilməyəcək, təəssüf. Hə. Nə deyirdim mən? Yaddaş Deyirdin, itkinliyi. saç- Bu çiçəklərdə yemin. Yaddaş itkinliyi, ürək bulantısı. Dedin ki, sizi çox istəyirəm. Mən elə sizi çox istəyirəm. Ha, Bəli. nə dedim sən ola? Saç əkdirmək. Saç Hə, əsas mənim kompleksim yoxdur. Hə, bir keçən səfər verişdə bir dənə söz işlətdi. Bax, 4 veriş bundan qabaq çəkmişik. Hardasa eləyib 1 ay. Dedi ki, bərbər, dedim bir dənə bərbərim var, İbişin qardaş. Bərbər. Dedi biz şəxsin mübarək bura, istəyir reklamı getsin. Mən dedi ki, sən də istəyir reklamını edirsən ki, pulsuz gedəsən onun yanına. 1 aydır mən bərbərə edə bilmirəm. 1 ay. Bu adam necə ağzını açdısa. Sən bərbərə gedib nə edirsən ki? Məsələn, yer salmış. Saçı Sən- qızdaşır. Nə xəbər deyirəm. Bərbər. Sən bərbərə gedib nə edirsən ki? Söhbət edib qatırsan. Aa, keçən edirəm, saqqalı biraz düzəldirəm. Saqqalı babanı efir qarşısında bunu göstərmədim. Montaj eləyərik də. Siz biz də Superman filmində Bəli. Saqqallı olub. Bəli, saqqallı olub, baş rol yığışdırılıb. ifaçısı və onu VFX-lə saqqalını Doğrudan yığışdırırlar. deyirsən. Bəli. Çünki başqa bir proyektdə saqqallı saqqal olmalıymış bəli. Hə, onu görə- VFX-dən o burada xətt çəkən kimi başqa proyektdə yapışdırardılar da. Bunlar bu iş bilmirlər, Allah hamd olsun. Getib belə 1 milyard verir, o şey olsun. Siçanların narkoman. Siz sanların arkaman. Aa, belə İngiltərə ordusunda aləmdə bir-birinə qardaşlar İngiltərəyə getmir. Amma soyuq tərirəm, manzarada. Deməli, Sən o fikirləşirsən. o başı çıxıb işdən yoxsa hələ də İndi saç Hələ də əkdiyi- yeyir. Yox, Hələ tutublar. də yer bir Tutublar. İstanbulda tutublar özdə. Gəlib saz əkdirəndə qırmızı buraları aparıblar ki, ha qoy qardaş yarısı qaldı. Deyirlər dəxli yoxdur getdik. ayda indi türmədə başın yarısı da tüt çıxacaq, yarısı da yox. Orada Burada bu. yaxınlaşıram yavaş-yavaş. Yavaş yapışqandı. Bizim Rusiyadan bir xəbərimiz var. Bəli. Rusiyada deməli maraqlı bir oğurluq hadisəsi baş verib. Deməli, bankın adını çəkməyəcəm. Bir bankda girib bir nəfər Bank dilində də. Buranı yenə vıt eləyəcəyik. Eşimdə bilməyəcəm. Biz hansı Bu hansı bankın rəngidir? Deməli, Müsəlman, heç yeməlidir. qoy onun Oğurlu birində mən adam saxlayım da. Nə olar ki? Məsələn, bu Bəs bunu mən yeyəcəm. Yeyərəm. Tutaraq da bunu. Ay, Buna baxır, sevməyə Allah. Bir yeşil çiçələ yedim ala. Çox pisdir. Sana başqa dənəm, qardaşım. Sən də Allah mənə evdə kömək danışırsan. olsun. Evdə yeyib gəlməmişdin sən. Bunlar nədir tökmüsüz mən qulağıma? Deməli Bu nə Rusiyada. la? Aha, Rusiyada bir Dağıstanlı girib banka, oğurluğa, pulları oğurlayıb, amma şəxsiyyət vəsiqəsinin, pasportunu orada qoyub çıxdı. Görsən, Deməli necə olub mən onu da Amma- sözüm var. Aha, buyurun. bu kimisə tutturmaq da ola bilər.
O da ola bilər. Amma Başqası- adamın özü tutublar da. Bu çox Eyni adamdır. Bu Bəli, mənim versiyamdan daha yaxşı versiyadır deyə mən bunu danışmayacağam. Sənə təşəkkür edirəm. Sağ ol, sağ ol. Murad Şərif. Amma hamı Murad Şərifov mən oxuyuram kommentlər yazıblar. Cəmil Əhmədov da öz versiyasını desin. Tamata maraqlıdır bu. Buyur. deməli necə olur? Aha. Bu çeçen girib Tesən də Tesən də. Dağıstanlıdır. Bu şey yandır. Bu aləm nədir bir-birinə. İndi bax Mənim bizi özümdə Amerikadan axtarırlar. Bizi indi qoydun çeçənlərdə. Allah çeçənlərə rəhmət eləsin. Buyur. al sən ölmə üşüyürəm. Bir də var. Dağıstan girməni çeçən. Əlim ayağım. Bu çeçən ciddi banka sən ölməmişsən. adamsan. Psixoloji problemini bildim heç yalayım buna aidiyyatı var. Bu kişi girdi banka sonra nə Bu elədi? kişi girib banka. Bu qardaş deyib ki, bir dənə götürün bu zəhmət olmasa mənə kredit verin. O da deyib ki, oturun gözləyin sürünə bax sırada 37-cidir. Öyle bilsən nə var? Mən bu qədər gözləyə bilmərəm. Deyirəm şey eləyəsən gözləyəsən. Mən sənə deyirəm gözləyəsən. Orada nəsə dedi o. Söndürdülər. Buna dedilər avtosenzur çiyalaydan sonra oldu. Mən qabaq buraxırdım elə. Bu da deyib ki, bir sözünə var. Mənim tapancam var. Sizin var. Mət sinatına mindirmir. Senin adına bildim. Mənə də cin atına mindirməyin. Sinatına. Mən də zbor getdi. Zbor yox. Zbor getdi. Məndə Sovet zborkasıdır. Hə, buyur. Zbor da Azərbaycan. Danışamıram. Ha, biraz da pisləşəcək bu. Vallahi pisən. Zarafatsız. Çiyələkdən zəhərlənən Cəmil. Sən də söz deyim, doğrudan psixoloji problemli adamdır. Niyə? bilmirəm. Hə, bu bizim danışacaqlarımız da bu, değil mi? Bu adam öz-özünə samovoluşeniya deyirlər də Bəli, ruslarına. özünə inandırma. Bəli, özünü inandıracaq indi ki, bugünkü bu çiyələdən zəhərlənib. Bu getdi, bir həftə yoxdur sənin. Nə var, işə gəlmir. Misal, mən çox pisəm. O günkü çiyələk məni od qoydu. Mən bağlasana demişdim yazıladı. Dedim mənə soyuqdur. Bəli. İndi tərləyirəm. İndicə alvor var belma. Bir dənə dəsmal. Bunun dəsmalını dəyişin. Vallahi mən pisəm. Pissən? Onda biz ikimiz davam eləyək. Tamam Çox elə. yeni. Heç vecmədir gör, heç vecmədir. Qardaş, hamımız yemişik, mən də yemişəm. Hamı normal. Mən verişdən qabaq yemişdim deyə çox yedim. O, çox turşu idi prosta. Turş idi bəlkə mənim qanımı salıb. Hə, sənin davlenin aşağı düşür. Davlenlə mənim olsa aşağıdır. Lap düşür Buyurun də. zəhmət olmasın. Sonuncu xəbərimi oxuyuram. Şimdi Dağıstanlı gelib Sən orada də şirin şey ye. Çoydan ye bir dənə. Hə. Çox yemərəm, buran yeyir. O bizim deyir. tüt getdi 2 dənə orada. Hə. Hə, çox vay sənə heç vaxt sponsorsuz gəlməyəcək. Gələcək. Vay. Tüt. O bir gün bura gələcək. Bir gün bura gələcək. Deməli, Dağıstanlı boşumuğunu axtarırlar. İndi şəxsən Yıksın, o birisinin demək. Mənim bir halım pisləşdiyi. Bunu əlinə bir dənə koloniya vurun da. Sonuncu xəbərim deməli, Estağfurullah. Dört bunu da kəsərsiniz. sizcə Azərbaycan əhalisi nə qədərdir? Hal-hazırda. Məncə 11 milyon əhalimiz var. 1 milyonu indi xaricdə şəllənir. Pullu ölkə. Valla 30 milyon elə Azərbaycan əhalisi, Azərbaycanlı demir. Azərbaycan əhalisi. Azərbaycan əhalisi elə Belə Azərbaycanlı 70 milyondur mən 70-80 səfərəm. milyon, Olar. 30-40 milyon elə Cənubi Azərbaycan. Bəli. Açıqlama var ki, Mən deyim sənə Buyur. dəqiq 13 milyon. yox da 13 milyon çox olur. Ha, eləmə, o qədər eləmə. 13 milyon milyon yox. O qədər eləmə, sürək qutarar. Yo. Yaxınlaşmışdı Cəmil müəllim. Məmmədli Cəmil. Deməli, martın sonunda vəziyyətə görə ölkə əhalisinin sayı 5777 nəfər artaraq, Cəmi 5 milyon. bəli, artaraq 10 milyon 230 min 666 nəfərə çatmışdır. 10 milyon 230 min. O 10 milyon biz haçan olduq? Neçənci ildə 10 milyon oldu? Yavaş-yavaş da. Bu qədər yavaş Və- yoxdur. İşıqlar yanır da qardaş. Və deməli 49,8% kişilərdir, 50,2% isə qadınlar təşkil edir. Ha görsən. Bəli. Sağ lazım idi bu. İndi Nə qədər qadın təşkil edir? 50,2% qadındır, 49,8% kişilər.
Başda tənyarı. Qızıldan bahadır. Və əhalinin 54,4% şəhərdə yaşayır, şəhərlərdə. Yəni Bakı şəhəri, Sumqayıt şəhəri, Gəncə şəhəri və s. Lənkəran şəhəri. Lənkəran şəhəri, amma 45,6% isə kənd sakini. Yoxsa yox. Gözəldir. Başqa verilişə keçid. Belə, canım. İndi nerede atacağıq? Bizim rubrikamız var. Hə, bizim bir dənə indi yeni bir rubrikamız var. Hansıdır o? Mən xəbərim yox. Keçən veriliş tapmışıq bu rubrikanı. Doğru deyirsən. Gələn qonaqlara sualımız var. Aha. Mən biləm sənin yeməyinə aran yaxşıdır. Ya dadlı yeməklər. Sən Bu qəşəng ağız rubrikadır. dadına mən Bu qəşəng rubrikadır. inanıram həmişə və sən nə desən mən onu yemişəm. Allah razı olsun. Deməli keçən dəfə Fıdıya da bir sual verdik. Yorumlarda da oxu, orada da yazanlar. Hə, yorumları da indi oxuyacağam. Deməli biz keçən dəfə sual verdik ki, kartof qızartması, amma ev sahibi kartof qızartması. Evdə qızarım. Evdə də, evdə. qızarım. Evdə qızarmış kartof qızartması ilə. Zaten çoxsu kənd sayağı ilə ev sayağını səhv salır. Bəli, amma evdə. Bəli. Belə hamımızın evində. Qatıq necə gedir? Qəşəng gedir. Qəşəng gedir. Söyləmək istəyirəm, siz ağız dadını bilən adamsınız. Bir nəfər adam var, onu çağıracaq. Burada o deyəcək ki, yox, pis gedir. Bəli, Anladın, məncə açıqlamaq yaxşı istəmirəm. gedir. Qatıq ümumiyyətlə çox şeylə çox gözəl gedir. Bəli. Hətta sizə tövsiyə eləyirəm, yeməmisinizsə, spagetti ilə də yeyəndə Qatıq, çox, bəli. Spagetti qatıqla bəli. Qatıq, spagetti Hətta üstündə də balanez. qıyma. Bəli, Maraqlıdır oradan da bir Sarımsaqlı təklifim. baxmanızda. Allah balanezi saxlasın. Maraqlı bir şey var səndə belə bir şey ki, məsələn mən bunu qatıb yeyəndə çox dadlı olub. Çox dadlı olubdan əlavə bir dənə qəribəliyimi deyim sizə. Deməli var mal əti, mal əti, qoyun əti, mən onları bir yerdə sayıram. Toyuq əti, bir də balıq əti, düzdür? Mən balığı nə xiyarla, nə pomidorla yeyə bilmirəm. Ağzımda qəribə bir dənə dad əmələ gəlir. Amma yeyənlər var, görmüşəm. Toyuqla pomidoru yeyə bilirəm, xiyarı yeyə bilmirəm. Doğrudan deyirsən. Vallahi dəmir dadı gəlir. Nəsə belə maraqlı verir. Maraqlı yox, əstəğfurullah. Çox Xoşa gəlməz. xoşa gəlməz bir dad gəlir. Ətlə amma mal əti və qoyun əti ilə pomidor da yeyirəm, xiyar da yeyirəm. Burada 2, 1, heç. Doğrudan deyirsən. Vallahi. Balıq bəs xoşlayırsan, ha? Ha. Mən Ha, bir balıq balıqçı xoşlanır, nəvəsiyəm. Doğrudan. Bəli. Mən babam balıq konservləri zavodunun müdiri O olub. balıq konservləri başqa söhbət. Və keçən dəfə yazmışdıq yorumlara, yazın maraqlı nəsə varsa deyin. Məsələn yazanlardan biri var idi ki, pomidor, yumurta, üstə yağ qatıq, üstə yağ soğan. Soğan Soğan heç mən də pomidor deyil, yumurta ilə yəni getmir. də. Soğan indi bax o şey deyir, çiğ soğan deyir bəlkə. Ola bilər. Çiğ ola soğan bilər, amma amma Hə, yenə də çiğ soğan ola bilər. Amma yenə də Amma Xahiş gələ bir edirəm. 2 gün evdən çıxma. ya pomidor yumurtaya doğrudan soğan qatanda mən də yeyə bilmirəm. Nə heç soğan, Yumurta biber ilə də. ümumiyyətlə soğan heç dost deyirlər də. Bir dənə bax, bir dənə. Bunun adında var, pomidor yumurta. Bax, burada bir dənə söhbət var. Sən o bayaqki spagetti üstündəki qıyma var ha, ona vurursansa pomidor yumurta, ətlə qarışdırırsansa o necə? Soğan ətlə möhtəşəm gedir. Möhtəşəm uyumluluğu var. Soğan ətlə möhtəşəm olur. Möhtəşəmdir. Pomidor da Tam öldürürsən soğanı. Bəli, Onun- tam öldürürsən, tam öldürürsən. Bir nəfər də yazıb Faxuldan ki, oxşamasın. Hə, 100 var. bir nəfər də yazıb ki, firni yemisiniz, firni. Bəli. Firni mən ən sevdiyim deməli. Şirniyyatlardan biri. Şirniyyatlardan Mənim biri. Mən Yazıb yox. ki, firni ilə şor qoğal. Şirinlə şirin diyor. Şor qoğal. Şor qoğal, onun şirində olur axı. Şirin də. Şorğoğal amma şirin deyil. Onu necə deyirsən? Şirini götürüb çəkirsən şor qoğalına, laport. O bilsən necə? Mən Mən tomat çörəyi ilə şirin çay içən adam tanıyıram. Qohumumuz var elə. ola bilər əslində. Tomat çörəyi ilə şirin çay. Ola bilər əslində heç vaxt. Amma kartoşka qızarması ilə çörək və şirin çay qəşəng Zəng gedir. gəlir Rüstəm, amma mən götürməyəcəm zəngi. Mənə gəlir zəng gəlmişdi, ona görə gətir. Məcid zəng gedir, aktyor Məcid zəng gedir. Kartoşka qızarması ilə şirin çay. O da bombadır. O da bombadır. Kartoşka qızartması ilə şirin çay. Biz heç indi yox amma. biraz da Ümumiyyətlə mən sizə Aa, bilirəm, sən milyoner imkanlı adamsan. Yo, yo, Sən yo. milyoner imkanlı adamsan. 2012-ci ildən bəri mən şirin çay içmirəm. Əslində şirin çay içmirəm. Hə, İkinci o dəfə sırada şirin çay içmirəm mən ümumiyyətlə. Və Əsgəridə nə olub ki? onu mən efirdən sonra ya orada dəmir stəkanlarda verdilər şirin çay. Mən onun dadı qarışmışdı bir-birinə, mənim xoşuma gəlməmişdi. Və beynimdə indi var ki, şirin çay içsəm o dad gələcək. İç gör ki o deyil. Dedim ki, səbət dedim bu. Mən söz versən ki, məndən bir dənə şirin çay içərik. İçərik. Sənə görə içərik. Görəcəksən ki, heç o dad deyil, başqa Doğrudan dad. deyirsən. Bəli. 2012-dən bəri içmirəm. 13 ildir içmirəm, azar arxasız. Doğru deyirsən. Batırır restoran. Hörmətli tamaşaçılar,
13 il sonra, indi burada şərait yoxdur, yoxsa efirdə çizdirərdim. Biz Vüsalla bir şirin çay içəcəyik. 13 il sonra. Mən də bəlkə bir 10 ildə içmirəm şirin çay. Doğrudan deyirsən. Doğrudan deyirsən? Bəli. Aa, sizin şirin çayla nə probleminiz var? Mən çünki şirniyyat yeyənəm. Səhər şirin çay içsəm, elə bil ki, bir dənə tortdan məhrumam. Doğrudan. Bəli, çox şirin olmaz da. O şirin çay. Üç Amma qaşıq özü. pesoku qatığa 3 qaşıq tökürəm özdə mən. Amma pesoku qatığa qatıb yemişsiniz. Mənim rəhmətli Bir nəfər babam də da yazıbdı da. Mənim rəhmətli babam Belə da yeyər. pesoku qatığa mən də qatıb yemişəm, çox dadlı. Mən eşitmişəm eləyən, şirin eləyib kimsə. Kim eləyir də yadımdan. Kərəm dolmasının üstünə töküb özdə şirin eləyir. Vay, onu mən açıqlayım. Kərəm dolması- Kərəm dolması sevmirəm ümumiyyətlə. Kərəm dolması. Kərəm dolması Mən bişəndə yanında olmayasan. Belə pis Hə. olur. Hə, ümumiyyətlə yemək bişəndə orada Orada olmur. olmur, tutur Bişsin gəl. Ona görə restoranda daha çox sevilir də. Ha. Yəni bilmirsən necə bişdi gəl. Bəli. Cəmil çox sağ ol verişiniz. Mən çox sağ ol. Bu arada Mən təşəkkür edirəm. Qapı filmi Başladı yəni. hələ də kinoteatrlardadır. Baxmayanlar gedib baxın. Baxmaya bilərsiniz. Qardaş, partladı. Sən bax onsuz da qapı filmi hələ də kinoteatrlardasın. Deməli sən bu 100 min baxışı keçmisən. Sən cəmaata yenə də Dayanma. qoydun. Heç və heç nə demə. Rekord Qapı edin. filmi hələ də kinoteatrlardadır. Mən hər veriş bu reklam edirəm. Qardaş, çünki yaxşı edirəm öz kanalımda özüm deyirəm. Böyle. Şu. Deməli bu qapı filmi mən baxdım. Çox gözəl, çox qəşəng filmlər ola. Sən deyirəm getmə. Yox, oradan çox qəşəng bir filmdir. Çox sağ ol. Həqiqətən. Bir dənə yer var ki, özün bilirsən. Bəli, bilirəm. O yer olmasaydı mən özüm o filmdə çəkiləcəkdim. Elə ona gətirirdim sözü ki, bunu da qeyd edeyim ki, ilk baxın, filmdə bütün personajlardan qabaq ilk müraciət etdiyim adam Cəmil idi. Ki, mən istəyirəm ki, başrolda Cəmil olsun və təəssüf ki, bu dəfə alınmadı. Hansı yerdə gedib baxın, özünüz biləcəksiniz hansı yerdir ki, Cəmil ona görə çəkilmir bu filmə. Cəmil heç o səhnəyə Cəmil o səhnədə olmayacaq. Yəni, Olmayacaq, təbii ki. Amma Talih Şahid Üzbək o olacaq. səhnəyə razılaşdı. Bəli. İlkin Xəlillə birlikdə. Sağ olsun. Nələr olub, nələr. Qapı filminə baxandan sonra biləcəksiniz. Baxanlar da kommentdə spoiler verməyin. Baxmayanlar tövsiyə edə bilərsiniz. Təşəkkürlər Cəmil bəy, minnətdarıq. Mən minnətdaram. Təşəkkür edirəm. Bu kanalın müdiriyyətindən tutmuş, işçilərinə qədər. işçilərinə qədər hamısı, Sağ olun. xadimətçiləri salamlayıram. Sağ olsun operatorlarımız, işıqçılar, Arkada bir musiqiçilərimiz. 700 adam var da. Musiqiçilərimiz sağ olsunlar. O al sağ olsun. Sərdən dünyanı tutub Bu üstündə. dünyanı tutub Sağ dayanır. olsun, bəli. Sağ olsun, əzəl Əli Dünya oğlu. Deməli, hamını salamlayıram, hamıya təşəkkür edirəm. Veriliş nə vaxt başlayır? Təzədən başlayırlar. Məşq elədik, bəs veriliş Jeff Bezos. Jeff Bezos. Təşəkkürlər əziz dostlar. Jeff Bezos'a da salamlayıram, şey edirəm, təşəkkürümü bildirirəm. Sağ olsun. Katy Perry'yə də təşəkkür edirəm. Niyaməddin Musayevə də təşəkkür edirəm. Sağ olsun. Cəmaət deyəcək ki, yəqin Niyaməddin Musayevə xəbər oldu, kəsdilər. Anam bilən bağır. Bunun Verişi ürəyi bağlayaq. bulanır. Verişi saxlayaq, bəli. Biz sənə xətir verilişi bitiririk.